Cənab Prezident, sizi Şirvan şəhərindən Qətə idarəsi 91-ci ildə Ulu Öndərin ideyalarını yaşayan Dəmirov Qurbanxan Əbdəsənoğlu sizə təzədən yenə müraciət edirəm. Demək, müraciətimin əsas məqsədi odur ki, Şirvan şəhərində 3 ay bundan əvvəl ağac kəsilib, icra başçısının icazəsi ilə İlqar Abbasov, onun mavini Orxan İbrahimovun atasının obyektinə. Kəsilən ağac haqqında o dəqiqə biz reaksiya verdik. 3 saylı vergilər ekologiya idarəsinin rəhbər müəllim qəbulunda olduq və o öz əməkdaşın Tofiq adlı müfəttişlə orada yoxlama aparıldı mənim iştirakımla və fakt öz aşkarlığını tapdı ki 8-ə yaxın ağac əkilib, amma orada bunlar 3 dənə yazıb. Hər ağacın da arası 1,80 metrdir. 500 metr ağacdır. Düz bunların varatasının, demək, düz bunların varatasının qabağında bu ağac kəsilib. Demək, böyük cərimə yazılıb. Cəriməni Şirvan şəhər məhkəməsində məhkəməsi təsdiq edib. Amma apellyasiyada sözsüz ki, icra başçısının burada rolu olub. Azərbaycan qanunu pozulub. Nətər ola bilər ki, Heydər Əliyev kimi şəxsiyyət Azərbaycan elə bir konstitusiyasının maddəsi kimi kəsilən ağaclar mənim qollarımdır, mənim balalarımın başıdır. Bu şəxsiyyət rəhmətli Ulu Öndər bunu deyib, kimin başı o üstündə ola bilər, nə boyda başı ola bilər ki, o Azərbaycan Heydər Əliyev kimi şəxsiyyət deyən sözə qarşı çıxa, apellyasiyada o Şirvan məhkəməsinin o verilən qərarı ləğv eləyər. Burada qanun pozuntusu var, araşdıra bilərlər. Demək, bizim bu 3 sayılı gənə onun adını çəkirəm. O öz müraciətini eləyib Şirvan şəhər icra başçısına. Şirvan şəhər icra başçısı özü bunu kəsib, icazə verib Orxan İbrahimovun şeyinə. Bu nə qara bilər? Mən prokurorluğa vermişəm, mən nə varmışam. Hamısı boş mənasız şeydir. Mən məcburiyyət qarşısında qaldım. Bakı şəhərinin ekologiya idarəsinin getdim. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin qəbulunda olub. Hikmət Əlizadəni, bax bu cür mənə də məktub göndərir. İcrası da Elnur Namazlı. Mən qəbul elədi, çox sağ olsun, yüksək səviyyədə. Əsl İlhamsevər idarə rəisidir. Başa saldım. Dedi, bunlar süni peykdə, kosmosdan da baxılacaq ora. Yəni, problem yoxdur. Yəni, qanun var da, bunu araşdırmağa ehtiyac yoxdur. Lazım olsa o da araşdırırlar. Kosmosdan peyklə baxılacaq. Orada 500 metrədən çox çıraq petrolunun yanından dəmir yol prizinə qədər olan. Düz bunların istədiyi qabağa o barata, ora zabor bağlı olur. Onda da məndə çəkiliş var. Demək, bunlar icazə alandan sonra, ara sakitləşəndən sonra varatanı da açdılar. Orada gecə ilə beton töküblər, böyük iş görüblər. İndi o da məndə var çəkilişdə. Niyə görə belə qanunsuzluq davam edir? İcra başçısı İlqar Abbasov nə istəyir onu edir? Siz həmişə çıxışınızda deyirsiniz, icra başçısından olan şikayət icra başçısının üstünə getməməlidir. Bu nə qədər anormal bir şeydir. Nətər mən icra başçısından şikayət edirəm ki, ağac kəsib, mavinin atasının Orxan İbrahim, mənim ərzəmi göndəriblər ora. Məharət Mustafayev var icranın 1-ci mavini, məktub göndərir, deyir, mən xəbərim yoxdur ki. Polis orada araşdırma var. Polis orada nə araşdırır? Kimi deyib o polisə? Polisə kim müraciət edib? Orada bıçaqlama olub, avtoqəza olub, nə olub? Polisi orada nə iş var? Bunun işi ekologiya idarəsidir. Ekologiyada gəlib, təsdiqini tatıb, yazıb. Amma güc çatmır. İlqar Abbasov faktoru var. Başçı var burada. Mən də istəyirəm. Başçı da deyib, orada deyib ki, nətər ola bilər, mən bu boyda şəhərin başçı, mən oradan yol aça bilmərəm. Budur, cənab prezident. Bax, gör, nə qədər Azərbaycan qanunu pozulur. Ona görə mən də istəyirəm, görəm, güc çatmır, bağlanır. Prezident aparatından bu müraciətlər olur, şikayətlər olur. Şikayətimi göndərirlər, bu boyda şikayət eləmişəm prezident aparatına, gör, nə boyda, faktlarla. Bax, o, görün, nə boyda. Bu boyda listi göndəriblər icra hakimiyyəti, Şirvan icra hakimiyyəti araşdır. Bu nə qədər haqq ədalət, haqsızlıq, ədalətsizlikdir. Bu nə deməkdir?
Mənim bir axmaq yerə qoyurlar bu boyda kişini, qatı edəsini. Mən axmaq adama, anormal adama oxşayıram. Nədir bu? Cənab Prezidentin sözünə baxmırsınız. Prezident deyir, icra hakimiyyətinə olan şikayətə xüsusi yoxlama olmalıdır. Yüngül başdan nə qədər qırıllasın. Göndər icra hakimiyyətinə ağzına gələni yazır, məktubu bu bağlansın. Bu da ədalətsiz, haqsızlıq. Bu ərşə qalxıb ərzəsi. Ekologiya İdarəsinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Bəhriz Məmmədovun rəis müavinin qolu ilə məktub gəlib. Bir həftədir gəlib çatıb, yəni bir həftəyə bu məsələ həllini tapmalıdır. Hələ də tapılmayıb, ağaclar yerində əkilməyib. Bax, budur cənab prezident. Bunu nə deyək, kimə deyək, hara deyək, bu nətər ilə ola bilər ki, icra başçı ağac kəsirir. Heydər Əliyev şəxsiyyətin dəfələrlə 100 dəfə deyəcəm, ölüncən deyəcəm. Heydər Əliyev kimi şəxsiyyət kəsilən ağaclar balalarımın başıdır. Və bunu baxan adam o prezident aparatında oturan icra başçısını demirəm da bu eləyib, bu böyük bir cinayət eləyib. Yəni xəstələndi, müalicə eləyə bilmədik, ağaclar kəsildi. Düz bunların var atasının qabağında, maşın rahat soxduran təzə rahat geçsin. Oradan da maşın girib çıxmaya 20 dəqiqə yol bağlanır. Heç kim deyə bilmir. İcra başçı icazə verir baxı. Qeyri-Respublikadan icazə almalıdır, aynadan icazə almalıdır. Hanı o icazə? Oradan maşın dönəmdə soxduran 30-40 metrədir. Oradan maşın tras yanır. Heydər Əliyev prospektinə gedir çıxır. O yolu nətər bağlaya bilərsən? Orada ən mühüm strateji zavodlar var. Yol bağlı qalır. Kimi? İcra başçı faktoru var. İlqar Abbasov faktoru var. Orxan İbrahimov var, icra müavini, onu yol açır. Nə deyim, mən nə qarım, kimə deyim, dərdimi hara deyim, cənab prezident? Niyə bu prezident aparatında bu haqqında tədbir görülmür? Niyə? Nə qədər mən gündəlik müraciət eləməliyəm? Nə vaxtacan bu davam eləyəcək? Niyə? Bunun tədbiri niyə görülmür? İlqar Abbasov faktoru var, ona görə. Siz həmişə danışırsınız, deyirsiniz. Qanun hamı qanundur. Siz deyirsiniz, mən qanun keşiyindəm, mən xalqımın xidmətçiyəm. Haray səsimi, mən məlumatı verirəm. Qatı edərsi, verirəm sizə məlumat. Niyə o tədbirin görmür? Niyə bunun haqqında ciddi nəzarət yoxdur? Kim baxmalıdır buna? Mən yoruldum danışmaqdan, amma ölüncən danışacağım. Nə qədər var? İdarələr hamısı cavab verib, icra hakimiyyəti də o məsələni arayışla yazıb boğur. Boğa bilməz. Ağac kəsilib. Cinayət olub. Orada qan tökülüb. Bu haqda Heydər Əliyevin deyilən sözü icra olunmalıdır. Hamıya, heç kimin başı döyür, heç kim Əliyev kimi şəxsiyyətin dediyi qanunlara çıxa bilməz. O kişi deyib, kəsilən ağaclar qolların dubalanır. O ağac yerində əkilməlidir. 8 dənə ağac, 7 dənə ağac yuxarıdadır, 4'ü də en kəsiyi 80 santim, düz onların varatının dibində kəsilib. Hamısında çəkiliş var, ekologiyanda hamısında cəlçə olur. Xahiş edirəm, bu haqda tədbir görülsün. Çox sağ olun, minnətdarım.